Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən ABC Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən rəsm sərgisi sənətsevərlərin böyük marağına səbəb olub. Qurban Azərbaycan, əziz sən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan tədbirdə mərkəzin şagirdlərinin bir-birindən maraqlı, rəngarəng və yaradıcı əl işləri nümayiş etdirilir. Tədbirə qatılan valideynlər, müəllimlər və qonaqlar uşaqların istedadını böyük heyranlıqla izləyiblər. Sərgi zamanı çıxış edən ABC Tədris Mərkəzinin direktoru Vəfa Mahmudova bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlarda incəsənətə marağın artırılması, onların yaradıcı potensialının üzə çıxarılması və özlərini sərbəst şəkildə ifadə etmələrinə dəstək olmaqdır. Bugün bizim üçün iki qat bayramdır. Ulu Öndər Heydər Əliyevin 103-cü il dönümünü özünə məxsus sərgi ilə və balaca rəssamlarımızın miniatür rəsmləri ilə qeyd edirik. Mərkəzimizin məqsədi təkcə uşaqların rəsm çəkməyi deyil, milli kimliyimizi və tariximizi tanıtmaqdır. ABC Kids olaraq məqsədimiz hər bir uşağın istedadını üzə çıxartmaq və bunu Azərbaycanımıza və qəsəbəmizə paylaşmaqdan qürur duyuruq. Bugün ABC Tədris Mərkəzində miniatür sərgisidir və mənim tələbələrim miniatür incəsənətinin, Təbriz və Azərbaycan incəsənətinin ən incə detalınacan işləyib və bunları təqdim ediblər. Onlarla qürur duyuram və bu çətin sərginin öhdəsindən gəldikləri üçün minnətdaram. Güzeldir oban elin, baldan şirin, ana dilin, var qəlbimdə bir diləyim, yaşa var ol Azərbaycan. Ne güzeldir oban elin, baldan şirin, ana dilin, var qəlbimdə bir diləyim, yaşa var ol Azərbaycan. Sonda xatirə şəkilləri çəkdirilib, uşaqlarla söhbətlər aparılıb və onlara gələcək həyatlarında uğurlar arzulanıb. Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan bu möhtəşəm sərgi həm incəsənətin təbliği, həm də gənc istedadların üzə çıxarılması baxımından yadda qalan tədbirlərdən biri kimi yadda qalıb. Hər bir